Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizlə iki maraqlı test tapşırığının izahıyla tanış olacağıq ki, bunlar növbəti magistr və ya dövlət pulu imtahanlarında qəbul sualı kimi qarşınıza çıxa bilər. Deyib, böyük bir dənə fiqur vermişik, bax bunu təklif edir. Belə deyib, böyük bir dənə fiqur verilib. Bu fiquru 3 dənə konquriyent, bu fiquru 3 dənə konquriyent deyib, bərabər fiqurlara bölmək. Konquriyent deyəndə nəyə nəzər tutulur? Eyni. Eyni ölçü, eyni forma, baxın, bu düzbucaqda belədir. Bunun konquriyentini yaratmaq istəyirəm. Bu beləsinə verir. Yəni, hər ikisi bərabər olmalıdır. Ölçüləri də eyni də uzunudur. Şimdi biz bunu 3 dənə bərabər fiqura bölmək üçün belə bir şey edirik. Bu fiquru buradan çəkdim. Bax, bundan 3 dənə olmalıdır. Onun biri də buradadır. O fiqurun biri də buradadır. 3 konquriyent bərabər fiqura böldüm. Böləndən sonra onlardan birinin üzərində digərlərinə nisbətən daha çox sayda xırda fiqurlar düşəcək. Həmin o deyiqstokun içindəkilərin kodunu da. Yəni, ən çox element harada iştirak edir? Bu hissəmizində 3 dənə. Bunların kodunu sordum. Budur. Bunun kodu 2-dir və bu işarənin kodu isə 6-dır. Deməli, doğru cavabımız 1, 2 və 6 olmuş olur. O da D variantı. Birinə də baxaq. İndi baxacağımız buna baxanda nisbətən çətindir. Bax, eyni ilə eyni şərt daxilində bu gördüyümüz böyük şəkli 3 dənə konquriyent fiqura bölməliyik. Bunu buradan götürürəm. Başqa yoxdur da bir növ. Buradan təsəvvür edeyim, o belə bir şey. Bunun birini belə götürürəm. Baxın, buradan gəlir. Qartalın dimdiyinə də oxşuyur. Baxın, bu. Bir dənəsi də bu. 3 dənə konquriyent fiqura böldüm. Deyib, böləndən sonra hansı hissənin içində daha çox element iştirak edib, onların kodunu buradan tez və doğru cavabda qeyd edin. Bizə deməli bu lazımdır. 4. Daha sonra bu 3. Bir də bu hissə bunun içində iştirak edir. 6. 3, 4, 6. Bu da A variantı. Belə. Diqqətinizə görə təşəkkürlər. İnşallah ki, sizə xeyri olmuş olar.